Salam. Bu gün Litasfer 1 sınaq izahına baxacağıq. Birinci suala baxırıq. Geoloji dövrlər yaşının azalması ardıcıllığı ilə düzün, yəni qədimdən cavana doğru düzmək lazımdır. Və biz bilirik ki, kriptozoy və fenerozoy eonlarına bölünür geoloji dövr olaraq və kriptozoy gizli həyat eonudur. Arxey və proterozoya, fenerozoy isə paleozoy, mezozoy, kaynozoya bölünür. Paleozoyun özü də bölünür. Kimmeri, Ordovik, Silur. Deməli, birinci Silur gəlir. Silur gəlir. Daha sonra Devon, karbon, daş kömür gəlir və Perm gəlir sonda. Daha sonra Mezozoy da bölünür. Tiras, Yura, Tabaşir. Deməli, sonra Tiras gəlir. Kaynozoy isə bölünür. Paleogen, Neogen, Antropogen. Sonda isə Paleogen gəldi. 4, 3, 1, 2 B variantı olur cavabımız. Yerin 100 metr dərinlikdə suxurlarının temperaturu 60 dərəcəyə Selsiyə bərabərdir. 100 metrdə 60 dərəcə Selsiyə bərabərdir. Geotermik pillə 25 metr olarsa, deməli, geotermik pillə 25 metrdir. Yəni, 25 metrdə temperatur 1 dərəcə dəyişir. 1 dərəcə Selsi dəyişir. Və 700 metr dərinlikdəki temperaturu hesablayın. Biz 100 metrdəki olan temperaturu bilirik. 700 metrdəki temperaturu deyir hesabla, x-dir. Və bunlar arasındakı fərqə baxırıq. 700-dən çıxırıq 100 metri, qalır 600 metr. Deməli, bunlar arasında 600 metr qalır. 600 metrdə temperatur neçə dərəcə dəyişər baxaq. Biz bilirik ki, 25 metrdə 1 dərəcə Selsi dəyişir. 600 metrdə baxaq ki, neçə dərəcə Selsi dəyişir. X də bərabərdir. 600-ü 25-ə böləcəyik. Deməli, 60-ın içində 25 2 dəfə, 100-ün içində 25 4 dəfə, 600-də 24 dərəcə dəyişir temperatur, 24 dərəcə. Biz də bilirik ki, yerin daxilinə doğru temperatur artır, 60 dərəcə isə 100 metrdə, 600 metr aşağı düşüb 700 metrdə temperatur olur 60 üstə gəlinsin 24 dərəcə Selsi bərabər 84 dərəcə Selsi olur. Cavabımız olur A variantı. Müvafiq olaraq Lavraziya və Gondvananın yaranması və parçalanması hansı geoloji erada baş vermişdir? Lavraziyanın yaranması Paleozoyda, parçalanması isə müasir materiklər parçalanması isə Mezozoyda baş vermişdir. Keçirik digər suallara. Kaynozoy erasının dövrlərini müəyyən edin. Biz bilirik ki, Kaynozoy bölünür Paleogen, Neogen, Antropogenə. Cavab olur D variantı. Daha sonra yerin planetar inkişaf mərhələsinin yaranmış yer təbəqələri. Planetar inkişaf mərhələsində yer bir planet kimi formalaşmışdır və burada litosfer tam olaraq formalaşmamışdır. Çünki yerin nüvəsi, mantiyası, bir də bazaltdan ibarət ilk yer qabığı planetar inkişaf mərhələsində yarandı. Həmçinin ilk atmosferin yaranması da planetar inkişaf mərhələsində oldu. Deməli, cavabımız olur D variantı. Geotermik pillənin 33 metrdən çox olduğu ərazilər. Geotermik pillə 33 metrdən çoxdursa, platforma əraziləri seismik ərazilərdən uzaq əraziləri götürürük. Bu da olur Qviana yaylası, Amazon ovalığını götürürük. Keçirik digər suala. Digər sualda deyir ki, Paleozoyda baş verməmişdi. Pangea'nın Lavraziyanın Gondvanaya parçalanması Paleozoyda baş vermişdi. Daha sonra Pantalasın sahəsinin artıb azalması, transqressiyası və reqressiyası Paleozoyda baş vermişdi. Okeanda ilk balıqların yaranması, ilk bitkilərin yaranması deməli yaranmışdı Paleozoyda.
və Lavraziya və Gondvananın parçalanması isə müasir materiklərə parçalanması isə Mezozoiddə baş vermişdi. Həmçinin ilk quşların yaranması da Mezozoiddə olmuşdu. Suxurlardan biri, cavabımız oldu 7-də Y variantı. Suxurlardan biri çökmə mənşəlidir. Deməli burada olur cavabımız Gil. Digərləri isə bazaltdır, qranitdir, olur maqmatik, mərmər, almaz, olur metamorfik suxur. Müvafiq olaraq üzvü mənşəli suxurlar, üzvü deyəndə deməli gil, təbii qaz, daş, kömür, neft, yanar, bunlar çökmədir. Qırıntı mənşəli və hamısı çökmədir. Demək ki, qırıntı mənşəli deyəndə qum, gil, çınqıl, çaydaşı, təbii qazla çaydaşı bu variant uyğun gəlir. Kimyəvi mənşəli olanda isə mergel cavabımız olur B variantı. Daha sonra Kaleden-Hersen dağ əmələ gəlmə mərhələsi hansı eranı əhatə edir? Paleozoy erasını əhatə edir. Biz bilirik ki, Paleozoy erasında Baykal qırışıqlığının bir hissəsi də Paleozoyda yaranmışdı. Həmçinin Kaleden-Hersen qırışıqlığı da Paleozoyda baş vermişdi. Metamorfik suxurları müəyyən edin. Qum daşı çökmədir, gilli şist metamorfikdir, mərmər və qneys metamorfikdir. Cavabımız olur B variantı. Metamorfik qarşılığı doğru göstərilməmişdir. Əhəng daşı mərmərə çevrilmişdir, qum daşı kvarsitə çevrilmişdir, gil gilli şistə çevrilmişdir. Cavabımız olur C variantı. Daha sonra müvafiq olaraq müasir okeanların yaranması. Müasir okeanların yaranması Mezozoiddə oldu. Tets okeanının qapanması isə Kaynozoiddə oldu. Cavabımız olur B variantı. Daha sonra müvafiq olaraq Naska. Naska tavası deməli Cənubi Amerikanın deyirik ki, qərbində yerləşir. Bir Naska tavasıdır. Daha sonra Kakos. Kakos isə 6-ya uyğun gəlir. Afrika tavası da deməli Afrika materiki hissəsində olur 2. Deməli 1, 6, daha sonra 2 müvafiq olduğuna görə sırayla göstəririk. Metamorfik, geotermik qradiyentin kiçik olduğu ərazilər. Deməli, əgər geotermik pillə deyəndə, geotermik pillərlə ümumiyyətlə geotermik qradiyent tərs mütənasibdir. Geotermik pillənin kiçik olduğu ərazilər həmişə götürürdük seismik ərazilər. Geotermik qradiyentin kiçik olduğu ərazilər isə əksinə platforma əraziləri götürürük. Buna görə də seismikliyin, aktivliyin müşahidə olunmur. Deməli 2 uyğun gəlir. Platforma sahəsi uyğun gəlir. Dendrosen düzənliklərin geniş yayılması uyğun gəlir. Litosferi əmələ gətirən təbəqə litosfer 2 qatdan, üst mantiyadan, bir də yer qabığından ibarətdir. Cavabımız olur 2 və 4. Y variantı olur. Deməli digər suala baxırıq. Yerin planetar inkişaf mərhələsi üçün doğrudur. Planetar inkişaf mərhələsində yer qabığından ilk bazalt qatı yarandı. Daha sonra mantia, nüvə yaranması doğrudur. Yer qabığının inkişafını əhatə edir. Yer qabığı ümumilikdə yaranmamışdır. Yer qabığından sadəcə alt qat bazaltdan ibarət ilk yer qabığı yaranmışdır planetar inkişaf mərhələsində. Ona görə deyə bilmərik ki, yer qabığının inkişafı planetar inkişaf mərhələsində oldu. Yerin maqmatizmi yaranmışdır, doğrudur. Ay erası baş vermişdir. Çünki bu dövrdə burada vulkan püskürmələri aktiv idi və ayda da buna bənzər hadisələr baş verdiyinə görə bu dövrə ay erası deyilirdi. İlkin yer qabığının yaranması, bəli, bu dövrdə yaranmışdı. Yer qabığının inkişafı əhatə etmirdi. Buna görə də bu doğru olmayanı soruşduğuna görə bu cavabı götürürük. Yerin nüvəsində hansı elementlər üstünlük təşkil edir? Deməli, yerin nüvəsində təşkil edir nüvə, daha sonra uran və nikkel. Cavabımız olur 2, 4 və 5 olur cavabımız C variantı. Konrad sərhəddi, bazalt və deməli qranit sərhəddi olur Konrad sərhəddi. Yerin geoloji
inkişafı mərhələsində baş verməmişdi. Geoloji inkişaf mərhələsində baş verməmişdi. İlk atmosferin yaranması planetar inkişaf mərhələsində olmuşdu. Ona görə bunu götürürük. Kimmer qırşıqlı Mezoyda baş vermişdi. Pangeanın parçalanması da olmuşdu Mezoyda. Daha sonra Atlas dağlarının yaranmışdır. Qədim buzlaşma Kaynozoyda olmuşdur. Qədim platformaların yaranması da olmuşdur geoloji inkişaf mərhələsində. Buna görə cavabımız B variantı olur. Atlas dağları yaranmışdı. Avrasiya və Şimali Amerika. Xeyr, Atlas dağları Avrasiyanın Afrika tavasının toqquşması nəticəsində yaranmışdı. Avrasiya və Afrika litosfer tavasının toqquşması nəticəsində yaranmışdı. Fikri doğrudur. Daha sonra Kordilyer dağları hansı litosfer tavaların toqquşmasından yaranmışdır? Kordilyer dağları Sakit Okeandan Şimali Amerika tavasının toqquşması nəticəsində yaranmışdır. Fikri doğrudur. Litosfer tavalarının hərəkətinə uyğun müvafiq adaları müəyyən edin. Bu görürük ki, oxlar kənara doğru çəkilir. Deməli, divergent sərhəddir, ayrılma sərhəddidir. Ayrılma sərhəddi Orta Okeanik silsilədə yerləşir. İslandiyanı götürə bilərik. Daha sonra Pasxa adalarını götürə bilərik. Pasxa adaları da ki, Naska'nın Sakit Okean tavasının ayrılma sərhədində yerləşir. Daha sonra Galapagos'u gətirə bilərik. Galapagos Naska tavasından Kokos tavasının ayrılma sərhədində yerləşir. Deməli, 1-ə aiddir A, C, E, 2-yə aiddir Kuril və Aliyot tavaları, B və D aid olur. Çünki budakı Sakit Okean və Avrasiya tavasının toqquşma sərhədində yaranan qövsvari adalar hesab olunur. Afrika materikinin regionlarına uyğun müvafiq təbii ehtiyatları seçin. Deməli, burada fosforit Mərakeşdə və bu hissədə olur fosforit ehtiyatları. 1-ə aiddir C, 2-yə aiddir Kongo hissəsində aiddir deməli mis qurşağının yerləşməsi, 3-ə də aiddir qızıl və almaz yataqlarının yerləşməsi. Hətta burada Tautona yatağı var, qızıl yatağı vardır. Sonra gəlir geotermik pillənin 33 metrdən az olduğu deyirsə, seismik əraziləri götürürük, yəni Pirineyi götürürük, daha sonra Ant dağlarını götürürük. Burada isə Kuril adalarını götürürük. Cavabımız olur 2, 4 və 6. Digər suala keçirik. Doğru göstərilməmişdir. Protezoida bakteriyaların yaranması, qədim platformaların yaranması fikri doğrudur. Arxeik, güclü vulkanizmin yaranması, ibtidai tək hüceyrələrin yaranması fikri doğrudur. Mezoida Larvaziya və Gondwana parçalanması, yəni müasir materiklərin yaranması, qədim sürünənlərin yayılması fikri də doğru olur. Daha sonra Paleozoida Pantalas okeanının parçalanması. Pantalas Mezozoida parçalanıb, ona görə yanlış fikirdir. Daha sonra Kaynozoida müasir relyef forması. Bəli, müasir relyef forması bu dövrdə baş verib. Amma Pantalas okeanının parçalanması Mezozoida baş verib. Ona görə də yanlış fikir olur. Digər suala baxırıq. 27-ci sualda deyir, doğru sıranı müəyyən edin. Yəni, çökəkliyə aid olan fikri götürürük. Çökəkliyə aid olan çökmə suxur, maqmatik suxur və metamorfik suxurlara baxırıq. Çökmə suxur, deməli, qum daşı çökmədir. Qrafit deməli, metamorfikdir. Ona görə biri götürmürük. Daha sonra çökmədir, düzdür. Sienit doğrudur, maqmatikdir. Daha sonra almaz isə metamorfikdir. Ona görə bu doğrudur. Təbii qaz çökmədir, bazalt maqmatikdir. Mərmər isə metamorfikdir. Buna görə də bu da doğrudur. Fosforit çökmədir, pemza maqmatikdir. Qneys də metamorfikdir. Ona görə bu da doğrudur. Qranit, yaqut yanlışdır. Gil
Qranit doğrudur, obsidian yanlışdır. Ona görə bu da yanlış cavabdır. Doğru sıranı göstər dediyinə görə 2, 3, 4'ü götürürük. Deməli, situasiya sualımıza baxırıq. Situasiya sualında deyir, təsvir tavalarının hərəkəti nəticəsində geosinkron və platformalar yaranır və şəkillərə də diqqətlə baxsaq görərik ki, burada birinci şəkildə əsasən yer qabuğunun böyük bir hissəsi enməyə baş verir və enmələr baş verir və burada əsasən dəniz hövzələri yaranır və çökmə suxurlar dəniz hövzəsinin mərkəzi hissəsinə toplanır. Həmçinin temperaturun və təzyiqin yüksəlməsi nəticəsində metamorfizləşmə də baş verir birinci mərhələdə. İkinci mərhələdə sinkron və antiklinalların deməli ilkin mərhələsidir, yaranma mərhələsidir. Bəzi hissələrdə qalxmalar baş verir, bəzi hissələrdə isə enmələr baş verir. Bu ikinci mərhələyə aiddir. Üçüncü mərhələ isə geosinkronun inkişafının ən pik həddidir. Yəni cavan dağların yaranması dövrüdür. Sinkronal və antiklinallar birləşir. Üçüncü mərhələdə iri dağ sistemlərinin yarandığı dövrüdür. Dördüncü mərhələ isə platformanın yaranmasıdır. Yəni deməli daxili proseslərin zəifləməsi dövrü hesab olunur. 28-ə baxırıq. 28-ci sualda deyir ki, üçüncü şəklə aid olan, üçüncü şəkildə geosinkronun inkişafının ən pik nöqtəsidir. Yəni cavan dağların yaranmasıdır. Daxili qüvvələrin daha da aktiv olduğu ərazidir. Ona görə götürə bilərik məsəl üçün Ant dağlarını, Kordilyer dağlarını, sahil sıra dağlarını gətirə bilərik. Kordilleri götürə bilərik, Atlas dağlarını götürə bilərik, Pamiri və Sarini götürə bilərik. Müvafiq olaraq antiklinal və sinkronların yaranması və inkişafı. Antiklinal və sinkronların yaranması əsasən ikinci mərhələdə qeyd etdik bunu da. Üçüncü mərhələdə isə bunun inkişafı mərhələsi baş verdi. Birinci, ikinci, üçüncü mərhələyə və dördüncü mərhələyə aid olan fikirləri də izah etdim. Birinci mərhələdə enmə mərhələsidir. Əsasən bir hissəsi enməyə məruz qalır. Bu hissədə deyirik ki, qalın çökmə suxurlar yaranır, dəniz hövzəsi yaranır. Həmçinin yüksək temperatur və təzyiq nəticəsində deməli yüksək metamorfizləşmə baş verir. İkinci mərhələdə bəzi hissəsi enir, bəzi hissəsi isə qalxmalara məruz qalır. Sinkron və antiklinalların yaranması dövrü hesab olunur. Daha sonra üçüncü mərhələdə geosinkronun inkişafının ən pik həddidir, ən çox inkişaf etdiyi mərhələsidir. Sinkronal və antiklinallar birləşir, iri dağ sistemləri yaranır. Deməli, cavan dağların yaranması mərhələsi hesab olunur. Daxili qüvvələr daha güclüdür. Dördüncü mərhələdə isə daxili qüvvələrin zəiflədiyi və xarici qüvvələrin üstün olduğu bir mərhələdir. Yəni platforma mərhələsi, geosinkron inkişafının dördüncü mərhələsi platforma mərhələsi hesab olunur. Sınaq izahımız bu qədər.